Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bugün sizə yenidən 18:00-da MİQ və sertifikasiya müəllimləri üçün ödənişsiz şəkildə metodikaya aid suallar paylaşırıq. Hər həftənin müxtəlif günlərində təkcə metodika deyil, digər fənlərdən də əgər siz suallarla, testlərlə tanış olmaq istəyirsinizsə, o zaman ekranda gördüyünüz 055 527 2599 nömrəsinə mesaj yazaraq istədiyiniz fənnin WhatsApp qruplarına abunə ola bilərsiniz. Deməli, gəlin başlayaq vaxt itirmədən birinci sualımızla. Birinci sualımız iş üsullarına aiddir. Hansı ki, elə qəbul ili olmayıb ki, həm MİQ-də, həm də sertifikasiyada iş üsullarından bir sual düşməsin. Deməli, cədvəlin içərisində müəyyən situasiyalar verilir və bu situasiyaların hansı iş üsuluna aid olduğunu bizdən soruşur. Yəni, müəyyən fikirlər verilib və deyir ki, bu iş üsulları, bu deməli, cümlələr hansı iş üsuluna aiddir. Gəlin baxaq. Metod olaraq yaradıcı düşüncəni aktivləşdirir və yeni fikirlər formalaşdırır. Aha, yaradıcı düşüncəni aktivləşdirən beyin həmləsi də ola bilər, 3N də ola bilər, sinektika da ola bilər, əşyaların qeyri-adi istifadəsi də ola bilər. Davam edirik, növbəti hissəyə baxırıq. Layihələrin və bir çox problemlərin həllində yaradıcı düşüncəni stimullaşdırır. Layihə işlərində aparılan isə daha çox müəllimlər SWOT analizidir, 3N-dir və 4N1 KH-dır. Deməli, burada yeni həll yolları tapmaq, problemi fərqli yollarla, yanaşmalarla nəzərdən keçirmək və yeni həll yollarını tapmaq üçün faydalıdır. Vəziyyəti başa düşmək üçün eyni vaxtda situasiyaya uyğun olaraq müxtəlif suallar verə bilirsiniz. Artıq burada biz dayanırıq. Müxtəlif sualların verilməsi, layihə işlərində aparılması, yaradıcı düşüncəni aktivləşdirmək nəyə aiddir? 4N1 KH-a aiddir. Davam edirik. Növbəti sualımız deməli emosional intellektlə bağlıdır və ümumiyyətlə sosial-emosional öyrənmə, emosional intellektdə hər dəfə adı düşməsə də, belə deyim də, yəni burada Goleman adının çəkilməsinin bir mənası yoxdur. Çəkmirlər artıq. Situasiya olaraq sadəcə sizdən şagirddə sosial-emosional öyrənmənin və yaxud da emosional intellektin hansı mərhələsinin formalaşmasını istəyəcək sizdən. Gəlin birinci sualımıza baxaq. Kiçik summativ qiymətləndirmə zamanı şagird test tapşırıqlarını işləyən zaman əllərinin titrədiyini görür və fikrini toparlaya bilmir. Mövzular haqqında anlayışı olsa da başa düşür ki, həyəcanlı olduğu üçün suallara cavab tapmaqda çətinlik çəkir. Deməli, uşaq kesigə zamanı əlinin titrədiyini görür və fikrini toplaya bilmir. Mövzuları bilir, amma həyəcanlı olduğu üçün suallara cavab verə bilmir. Növbəti kiçik summativ qiymətləndirmədə o, bu halın yaşanmaması üçün nə edəcəyini düşünür və qərara gəlir ki, imtahan stresini azaltmağa görə həm sınaq imtahanlarında tez-tez iştirak etməlidir, həm də imtahandan əvvəl hisslərini cilovlamağı bacarmalıdır. Bizə deyir ki, emosional zəkanın hansı komponentinin şagirddə inkişaf etdiyini görürük. A variantına baxaq. Şagird sosial bacarıqlarını təkmilləşdirmək üçün sınaq imtahanında iştirak edir. Şagirdin sosial bacarığı onun kiminləsə ünsiyyəti, əməkdaşlığıdır. Ona görə A variantının üzərindən xətt çəkirəm. Şagird özündə stresi azaltmaq üçün münasibətlərin idarə olunması komponentini formalaşdırır. Münasibətlərin idarə olunması da başqaları ilə danışmaq, başqaları ilə əməkdaşlıq etmək, insanın verbal və qeyri-verbal bacarıqlara sahib olması deməkdir. Ona görə B variantını da üzərindən xətt çəkirəm. Şagird növbəti kiçik summativ qiymətləndirmə zamanı nəticəsinin yaxşı olması üçün öz hisslərindən xəbərdar olur. Bəli, şagird öz hisslərindən artıq xəbərdardır. O, həyəcanlı olduğunu bilir. Onsuz da kesigə zamanı da bunu bilirdi. Öz hisslərindən xəbərdardır. Mövzu haqqında anlayışı var, amma testi yaza bilmir. Həyəcan ona icazə vermir ki, o suallara baxsın. Yəni, özünü dərk yoxdur burada. Özünü dərk artıq olub bitib. Ondan daha yüksək bir komponentin formalaşması lazımdır şagirddə. Ona görə də C variantı da deyil.
Özündərk odur ki, məsələn, sən həyəcanlı olduğunu bilirsən, stresli olduğunu bilirsən və yaxud da kimsə səni əgər incidirsə, bu sənə pis təsir edir, sən əsəbi olursan, qəzəbli olursan. Budur özünü dərk. Şagird emosional sabitliyini qoruyaraq özünüidarə bacarığını təkmilləşdirir. Bəli, şagirdin sınaq imtahanlarına getməsi onun özünü idarə etmə strategiyası formalaşdırması üçün bir metakognitiv bacarıq da belə deyək. Yəni şagird sınaq imtahanına ona görə gedir ki, həyəcanı azalmış olsun. Orada şagirddə məsələn vaxtı idarə etməyə bacarığıdır, həyəcanını idarə etmə bacarığı şagirddə formalaşır. Həmçinin baxın, axırıncı komponentdə də deyir ki, hisslərini cilovlamağı bacarır. Hisslərini cilovlamaq nə deməkdir? Yəni sən artıq özünü idarə edə bilirsən. Sən hisslərindən xəbərdarsan, həyəcanlı olduğunu bilirsən. Bu özünü dərkdir. Amma bu həyəcanı idarə etmək üçün nəsə edirsənsə, artıq bu özünü idarə etmə mərhələsi olacaq. Bir növ metakognitiv bilikdə özünü tənzimləmə komponentinə uyğun gəlir bu. Davam edirəm növbəti sualla. Mətnə əsaslanaraq müəllifin səyahətin xalqlar arasında mədəni əlaqələrin inkişafına təsiri ilə bağlı fikri əsaslandır. Baxın, hansı fikri əsaslandır deyir. Müəllifin sözünü sizdən soruşur. Müəllif deyir ki, səyahət xalqlar arasında mədəni əlaqələrin inkişafına təsir edir. İndi sən də mətnə əsaslanacaqsan və müəllifin fikrini deyəcəksən. Mətnə həm əsaslanırsan burada, həm də müəllifin fikri barədə deyəcəksən. Bu sənin fikrin deyil, sənə sual vermir. Belə deyim də, səyahətlər insanlar arasında mədəni müxtəlifliyi formalaşdırırmı? Bu sualı vermir sənə. Sənə müəllifin fikrini soruşur. Yəni müəllif belə deyir. Mətnə əsaslanaraq izah edə bilərsən, əsaslandıra bilərsən bunu. Bu da təbii ki, təhlil mərhələsinə uyğun gəlir. Davam edirəm növbəti sualla, 4-cü sualımızdayıq. Deməli, verilmiş fikirlərdən hansı doğrudur? Gəlin baxaq. Mətndə fərqləndirilmiş sözlərin qrammatik mənasını müəyyən edin. Qrammatik mənanı müəyyən etmək anlamaq mərhələsinə uyğun gəlir, tətbiq deyil. Kontekstdən çıxış edərək antipatiya və simpatiya sözlərini izah edin. Bu da anlamaq mərhələsinə uyğundur, çünki izah var, bir sözün leksik mənasını izah edəcəksən. Küləyə qalib gəl marafonu haqqında reportaj hazırlayın. Bəzi müəllimlər elə bilir ki, bu yaratmaq mərhələsidir. Amma sən bir tədbir, hər hansı bir yarış haqqında reportaj hazırlayırsansa, bu tətbiq etməkdir. Yaratmaq mərhələsi deyil. Yadda saxlayın, C-də səhvdir. Selcan xatunun timsalında qədim dövrdə qadının ailə və cəmiyyətdə rolu ilə bağlı mühakimələr yürüdün və fikrinizi əsaslandırın. Təhlil etmək. Baxın, deyir ki, Selcan xatun timsalında qədim dövrdə yaşayan insanlar haqqında mühakimə yürüdün. Fikrinizi əsaslandırın. Yəni, Selcan xatundan da orada misal çəkə bilərsən. Onun timsalında digər qadınları da misal çəkib öz mühakiməni yürüdə bilərsən ki, qadının rolu necə olur? Bu da təhlil etmək deyil. Bu, dəyərləndirmək mərhələsidir. Daha sonra bizə bir düstur verir. Deməli, kubun tam səthinin sahəsini hesablamaq üçün düsturumuzu verir və deyir ki, kubun tam səthini hesabla. Bəli, bu da anlamaq mərhələsidir. Nə demişdik? Əgər bizə düstur tam olaraq verilirsə, anlamaq mərhələsidir. Düstur yoxdursa, kubun tərəflərini verəcəksə və biz bu kubun tərəflərinə uyğun tam səthini tapacaqsa, bu tətbiq etmək mərhələsi olacaq. Növbəti 5-ci suala keçirik. Verilmiş cümlələrdən hansı mürəkkəb cümlə hesab olunur? Fikrinizi əsaslandırın. Bu fikir Bloom'un idrac taksonomiyasının hansı mərhələsinə uyğun gəlir? Verilmiş cümlələrdən hansı mürəkkəb cümlə hesab olunur? Fikrinizi əsaslandırın. Deməli, baxın müəllimlər, bura qədər əgər tətbiq mərhələsidirsə,
Çünki cümlədə mübtəda və xəbəri tapırıq. Əgər belə desəydi bizə, o məsələn necə ki, bir sözün hansı nitq hissəsindən yaranmasını bizdən soruşacaq bir tipli suallar olsa, bu tətbiq mərhələsidir. Amma mənə baxın, məndən nə istəyir? Fikrinizi əsaslandırın deyir. Mənə buranı istəmir. Məndən bu hissəni istəmir. Bu fəaliyyəti istəmir. Mən həmişə taksonomiyada sonuncu fəaliyyətə baxıram ki, məndən nəyi istəyir sonuncu olaraq. Çünki bəzən testin əvvəli anlamaq mərhələsinə, digər mərhələsi isə nə bilim dəyərləndirmək mərhələsinə uyğun gələ bilər, təhlil mərhələsinə uyğun gələ bilər. Burada əsaslandırın sözü varsa, yenə də bizim diqqətimiz dəyərləndirmək və təhlilə getməməlidir. Baxaq, nəyi əsaslandırmalıyıq? Dərs zamanı başa düşdüyümüz bir hissə var. Mən onu bilirəm, təhlil edirəm və təhlildən sonra anlayıram ki, bu sadə cümlədir, mürəkkəb cümlədir və fikrimi əsaslandırıram. Yəni yolunu bilirəm, bir növ yolunu izah edə-edə nəyə görə bunu mürəkkəb cümlə götürmüşəm fikrini müəllim üçün izah edirəm. Ona görə də bu anlamaq mərhələsinə uyğundur. Bəzən sizə testdə düşə bilər ki, şagird məsələnin şərtini öz fikri ilə əsaslandırır. Orada da siz artıq tətbiq yox, anlamaq götürəcəksiniz. Çünki məsələ şərtini istəmir sizdən. Məsələ şərtini yox. Burada artıq məsələnin izahını əsaslandırmağınızı istəyir sizdən. Keçirik növbəti suala. Müəllim şagirdlərə Cəlil Məmmədquluzadənin əsəri ilə Mirzə Fətəli Axundzadənin bir əsərindən seçilmiş parçaları təqdim edir. O şagirdlərə tapşırır ki, mətndə cəmiyyətin tənqidinə yanaşmanı müqayisə edin. Mətnlərdə cəmiyyətin tənqidinə yanaşmanı müqayisə edin və müəlliflərin istifadə etdiyi üsulların fərqli məqsədlərini müəyyən edin. Yəni cəmiyyətin tənqidinə necə yanaşıb müəlliflər, o fərqli məqsədləri müəyyən edəcəksən. Sən bir yazıçını, şairi götürürsən, onların parçalarını təhlil edirsən, daha sonra yanaşmalarını müqayisə edirsən və hansı müəllif hansı üsuldan istifadə edib bu cəmiyyətdə tənqidi yanaşmanı ifadə etmək üçün onu tapmış olursan. Təbii ki, bu asan bir proses deyil, yuxarı təfəkkür səviyyəsinə aid olan bir prosesdir. Ona görə də bu anlamaq mərhələsinə, üzr istəyirəm, təhlil mərhələsinə uyğun gələcək. B variantı. Davam edirəm növbəti sualla. Özünü qiymətləndirmənin şagirdlərin təhsil prosesində rolunu düzgün ifadə edən fikir hansıdır? Biz bilirik ki, özünü qiymətləndirmə əvvəla özümüz üçün deyirik. Nəyə yarayır? Hansı işi həyata keçirdə bilər? Müsbət xüsusiyyətləri nələrdir? Şagirddə metakognitiv bacarıq formalaşdırır. Şagird özünün güclü və zəif tərəflərini müəyyən edir. Öyrənmə prosesindən xəbərdar olur. Özünü qiymətləndirmə zamanı tənqidi təfəkkür formalaşır. Metakognitiv bacarıq şagirddə formalaşır və daha sərbəst, daha rahat şəkildə bir tapşırığı yerinə yetirə bilir. İndi baxın, qiymət almaq üçün motivasiyanı artırır, doğru deyil. Müəllim üçün nəticələri müəyyən etmək daha rahat olur. Bu da bizim, yəni ən düzgün fikir ifadə olunmaz. Şagirdlər bir-birini qiymətləndirir. Bu yoldaş qiymətləndirməsidir. Şagirdin təlim prosesindən yayınmasının qarşısını almaq üçün müəllimin yükünü azaldır. Bu da deyil. Şagirdin öz güclü və zəif tərəflərini dərk etməsini təmin edir, təlim prosesində məsuliyyət hissini artırır və özünü inkişaf etdirməyə təşviq edir. Bəli, Y variantı bizim doğru variantımızdır. Davam edirik 8-ci sualla. Aşağıdakı addımlardan hansının atılması 21-ci əsr bacarıqlarının şagirddə formalaşmasına xidmət etmir? Biz əgər təlim zamanı əməkdaşlıq, problem həll etmə, problem əsaslı təlim modellərindən istifadə ediriksə, bu şagirddə 21-ci əsr bacarığını formalaşdırır. Tapşırıqların dərsin əsas məzmunu çərçivəsində planlaşdırıb, sinif üzrə müvafiq ardıcıllıq və templə icrasına nəzarət edirik.
21-ci əsr bacarığı başqadır, amma B variantı isə ümumiyyətlə səhv fikirdir. Yəni bu heç vaxt şagirddə 21-ci əsr bacarığını formalaşdırmaz. 21-ci əsr bacarığını şagirddə formalaşdırır təlim modelləri, təlim strategiyaları, təlim üsulları, müəllimin o dərsi interaktiv şəkildə idarə etməsi bu şagirddə 21-ci əsr bacarıqlarını formalaşdırır. Yoxsa dərsi ardıcıllıqla keçməyimin şagirdə nə faydası olacaq? Hansı bacarıq şagirddə formalaşdıracaq ki? Davam edirəm. Deməli, 8-də B variantı oldu. 9. Şagird düz xəttli, bərabər sürətli hərəkət zamanı sürətin dəyişmədiyini və əvəzləyici qüvvənin sıfıra bərabər olduğu səbəbindən təcinin yaranmadığı fikrini söylüyor. Bu tapşırığı yerinə yetirən zaman o təfəkkürün hansı növündən istifadə edəcək? Təbii ki, burada problem həll etmək yoxdur. Tənqidi təfəkkür heç yoxdur. Tənqidi təfəkkür insanın mühakimə yürütməsi, arqument gətirməsi, qərəzsiz olması, empati duya bilməsi, metakognitiv bacarığının olması və s. Bunlardır tənqidi təfəkkür. Abstrakt təfəkkür də deyil, yaradıcı təfəkkür ümumiyyətlə yeniliyin olmasıdır. Nə qalır burada? Məntiqi təfəkkür. Niyə məntiqi təfəkkür? Çünki şagird sadə düşünmə formasından istifadə edir. Səbəb-nəticə əlaqəsini tapır və fikrini izah edir. Və növbəti 10-cu suala baxırıq. Yanlış fikri müəyyən edin. Gözləntilər şagirdlərə davranışı və sosial-emosional fəaliyyətinin necə olmasını göstərən vasitədir. Deməli, doğrudur. Yəni, gözlənti şagirdin davranışı, emosional fəaliyyəti haqqında biz nə görmək istəyiriksə, onu şagirdə ötürürük. Sinifdə davranış pozuntusu olduqda müəllim nəzakətli olun, gözləntisi qoymalıdır. Yadda saxlayın müəllimlər. Mən davranış pozuntusu baş veribsə, artıq gözlənti qoymuram. Daha sərt formaya keçirəm. Nəyə keçirəm? Qayda. Deməli, B variantı mənim səhv variantımdır. Yəni, davranış pozuntusu zamanı gözlənti yox, qayda qoymalıyıq. Bunu bir qayda olaraq siz də yadda saxlayın müəllimlər. Gözləntilərimiz müsbət olmalıdır, aydın olmalıdır. Aydın olmasa, şagird başa düşməyəcək onu və onu yerinə yetirməyəcək. Əgər kimsə danışırsa, onu diqqətlə dinləyin, hamıya hörmətlə yanaşın gözləntisinin izahıdır. Bu da açıqlamasını verib. Yəni, bunun açıqlaması budur. Belə deyək də, C variantında bunu demək istəyir. Deyir, hamıya hörmətlə yanaşın gözləntisini qoyursansa, o zaman sən hamıya hörmətlə yanaşmaq nə deməkdir? Bunu şagirdə izah etməlisən. Belə, əziz müəllimlər, 10 sualdan ibarət olan testimiz bitdi. Ümidvaram ki, bu sınaqlar sizin həm MİQ imtahanında, həm sertifikasiya imtahanında uğurlu nəticə göstərməyinizə bir səbəb olacaq. Ona görə də bu sınaqları əldə etmək istəyirsinizsə, bizim WhatsApp kanallarımıza, Instagram, Telegram kanallarımıza abunə olun ki, sınaqlardan daha çox yararlana biləsiniz. Sağ olun, inşallah növbəti sınaqlarda görüşərik.